Müqəddəs Ərdəbili ki, o əzəmətli bir alim idi. Deyir, gəlmişdi anasının ziyarətinə Ərdəbilə. Gəlmişdi anasının ziyarətinə Ərdəbilə. Gəldi, anasını ziyarət elədi, anasıyla hal-əhvallaşdı. Ondan sonra dedi ki, anacan, mənə icazə ver, burada, bu şəhərdə bir nəfər filankəs adlı bir filan adam var, mən gedib onu da ziyarət eləməliyəm. Anası dedi ki, oğlum, amanın günüdür, getmə o qapıya. Getmə, o bir şərəfxordur, gündəlik içki içən adamdır, mərdimazar adamdır da, belə bizim dinləcək, hər gün içki içir, onun ağlı heç vaxt başında olmur. Sən gedərsən, sənə birdən hörmətsizlik olnar orada, getmə, xahiş edirəm səndən onun qapısına. Dedi, yox, anacan, mənə vəzifədir ki, mən gedib onu başa çıxmalıyam. Çıxdı evindən, gəldi, soraq elədi, o evi tapdı, gəldi qapıya çağırdı, çağıranda həmin o şəxsin atası çıxdı qapıya. Atası çıxdı, Müqəddəs Ərdəbilini tanıyır. Ehtiram elədi, ağa, xoş gəlmişsən bizim qapıya, nə əcəb səndən bizim qapıda. Dedi ki, gəlmişəm oğlumu ziyarət eləmək üçün. Ata dedi ki, ağa, amanın günüdür, mənim oğlum şərəfxordur, daim məst olur, ağlı başında olmur. Sənə qurban olum, hörmətsizlik olar sənə. İşin olmasın ondan görüşmə. Ata xəcalət çəkirdi oğluna görə. Dedi, ağa, xahiş edirəm oğluma, o məstdir bir dəqiqə otaqda, qalxar sənə hörmətsizlik eləyər. Müqəddəs Ərdəbili dedi ki, yox, oğlum da mənə bir şey gəlməz, oğlum dünyasını dəyişib. Mən gəlmişəm onun cənazə namazını qılım. Ata deyir, qayıtdı, girdi otağa, baxdı, gördü, həqiqətən oğlu dünyasını dəyişib. Gəldi, dedi ki, ağa, oğlum dünyasını dəyişib heç. Zaten onun bir qiyməti yox idi mənim yanımda. Onun varlığı ilə yoxluğunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Dəyişibsə dəyişib heç. Mənə təəccüblü gələn budur ki, o əzəmətdə Müqəddəs Ərdəbili niyə gəlib onun cənazə namazına? Onun ki, heç bir ömür ayıq vaxtı olmayıb. Həmişə məst olub. Dedi ki, bəli, mən ki, daxil olurdum şəhərə, insanlar eşitmişdi gəlişimi, hamı çıxmışdı pişvazıma, hamısı məni təntənə ilə qarşılayırdılar. Deyir, sənin oğlun da damda idi, baxırdı o məsələyə. Oradan baxdı, bir anlıq bir hal gəldi də ona. Bir anlıq bir hal gəldi ona. Baxdı, dedi ki, Allah, bu Müqəddəs Ərdəbilini bağışlamağa nə var? Hünərin var, məni bağışla. Hünərin var, məni bağışla. Deyir, indi mənə vacib olub, mən gəlmişəm onun cənazə namazında iştirak edir.